Təsəvvür edin ki, 8 yaşınız var. Valideynləriniz sizi qızmar günəş altında trampolinə çıxardır, durmadan hoppanmağa məcbur edir. Yorulub dayanmaq istəyirsiniz, lakin icazə vermirlər. Susayırsınız, su vermirlər və dözə bilmirsiniz, həlak olursunuz. Ağrılı səslənir, elədir? Bu dediklərim Netflix və ya Amazon Prime filmi deyil. Bu hadisə 2020-ci ilin avqust ayında Birləşmiş Ştatlarda baş vermiş real hadisədir. Texas, 2020-ci il. Havanın temperaturu təqribən 42-43 Selsi dərəcə. Daniel və Ashley Schwartz adlı cütlük Ceylin adlı qızı bir neçə ildir övladlığa götürmüşdülər. Ailə həmin faciəvi günə qədər normal görünürdü. Lakin həmin gün Ceylinin dəcəllik etdiyini görən valideynləri onu cəzalandırmaq qərarına gəlirlər. Ağıllarına şeytani bir fikir gəlir. 43 dərəcə istidə qızcığaza dayanmadan trampolində hoppanmaq əmr edirlər. Nə su verirlər, nə dincəlməyə icazə. Nəticədə balaca qız uşağı bu işgəncəyə dözməyərək həlak olur. Onun atasına 18 il, anasına isə ömürlük azadlıqdan məhrum etmə cəzası verilir. Sizcə bu cinayət qəsdən adam öldürmə, yoxsa ehtiyatsızlıqdan adam öldürmə kimi dəyərləndirilməlidir? Fikirləriniz maraqlıdır.